Axmaq bir şey var. Mesela ne yazmışsan? Ben yazmışam. Mersiye ya Hüseyin. Kimdir bu? Seyyid Talih. Eşqdə tufan elədin ya Hüseyin. İndi oxusun. Bəzən YouTube əvvəllər oxuyuruz amma indi polislərə görə bizdə qutsalırlar. Ne olur? Məsəl üçün indi niyə oxumur? Hə? Oxumalı. Gözlüyünə oxusun. Günahda xaynədir. Günahdır valla. Hə, nə istəydin demək? De. Qurban Allah. Aha, bu mərsiyən deyənlər bir cümlədə şu. Ay iğrənc mərsiyyətçilər. Ay iğrənc artistlər. Qəşəng dedim. İğrənc artistlər. Bunun açılmadı ama açıp kulağısında bir geçek yok. Rahat yani araştıran gözle, düşünen başla, mühakime eden əzmdə dinleyen adam görecek ki necə iğrənc artistlər. Biri elə bu. Mərsiyə iğrənc artist bu. Mərsiyə deyənlər iğrənc artistlər. Çalışacağım. Şuralar ki açılmadı. Nəşkən bizim günaha batın. Her şey bir də baxmadı heç vaxt. İmam Hüseyin təhqir edirlər, yox. Özlərini təhqir edir. Çünki Allah'ın adam neyini özünə dəyir. Sən də ifrat eyləmə. Ya Allah. Sənə az danışın. Ya Allah. Az danış. Sən ifrat eləmə. Söndür. Ya Allah. Zəhrim var. Söndür sən.